Akşam iftar açacaqsınız. İftar süfrəsində deyəcəksiniz: Allahümme leke sumtu ve ala rizqe iftartu. Bu duanı edəcəksiniz. Bunun yanında mən sizdən xahiş edirəm, hər gün iftar açanda bunu da deyin: Esselamu aleyke ya Əbu Abdullah. Din salam olsun sənə ya Əbu Abdullah. Susuz dodaqlarla salam olsun. O su içməmişdən qabaq iftar zamanında İmam Hüseynə salam verir. O salamın başqa ləzzəti olar, başqa zövq olar. Özü deyib də qızına deyib ki, bizi sevənlərə salamımı çatdır. Denən nə zaman su içdilər bizi yad eləsinlər. Biz çox görürük ki, mən iftar verirəm və yığırlar ətrafındakı imkanlı şəxsləri, zəngin insanları və iftar verirlər. Bu arzu olunandırmı, yoxsa iftar verirsinizsə bunu ehtiyacı olan kasıblara vermək daha savab deyilmi? Mənim şəxsi mövqeyimi soruşmaq istəyirsinizsə, mənim fikrimcə hər iki təbəqədən insanlar o məclisdə iştirak etməlidir. Həm təbəqələşmə olmasın, həm bu təbəqələr arasında bir yaxınlaşma olsun və insan da özünü, ancaq yoxsullar da toplaşanda bir özündə bir təhqir olmuş, nəsə bir narahatçılıq ki, mən kasıb olduğuma görə. Amma zənginlərlə kasıbları bir araya gətirmək, bir süfrə ətrafında birləşdirmək daha məqsədə uyğundur və sizinlə tamamilə razıyam. Bəzən öz sevdiyimiz adamları, tanışları yığırıq, imkanları da var, iftar açmağa da. Ancaq bunlarla iftar süfrəsi açırıq. Yəni belə bir şey var ki, iftar süfrəsi verir. Yalnız kiminsə yanında hörmət qazanmaq üçün. Sizin tamamilə razıyam ki, bu tamamilə yanlışdır. İftarın fəlsəfəsi həm yoxsulu doyurmaqdır, həm insanlar arasında o sosial fərqləri, bəli, sosial fərqləri də bir qədər yaxınlaşdırmaqdır. Yəni Allahın qarşısında hamımız eyni. Hamımız eyni. Ona görə də o süfrədə həm zəngin, həm yoxsul insanlar eyni süfrə ətrafında toplaşsa məncə daha məqsədə uyğundur. Uğurlu həyat hansı həyatdır? Uğurlu həyat o həyatdır ki, o həyat bitdikdə insan ruhunu Allaha təmiz şəkildə təhvil verir. Hətta hədislərdə qeyd olunur, Həzrəti Musadan insanlar soruşdu ki, mərd insan kimdir? Həqiqi mənada kişi adam kimə demək olar? Həzrəti Musa bu sualı Allahdan soruşduqda Allah cavab verir ki, mən bütün insanlara pak və təmiz ruh bəxş etmişəm. Ruhu mənə təmiz qaytara bilsələr kişi adamdılar. Yəni kişilik, qürur, həqiqi mənada uğur və müvəffəqiyyət təmiz ruhu Allaha təmiz qaytarmaqdır. Quranda buyurulur, o gün nə mal fayda verər, nə övlad, nə oğlanlar, övladlar. O gün pak qəlblə gələnlər, yəni illa mən ətəllah bi qəlbin səlim, Allahın huzuruna pak ürəklə gələnlərdən başqa. Qiyamət günü meyyar insanın qəlbinin durumudur. İnsanın nə milliyyətidir, nə irqidir, nə sosial mənsubiyyətidir. Heç bir mövqe qiyamətdə hesablanmaz. İnsanın mənəvi durumu, qəlbinin vəziyyətinə uyğun ona məqam bəxş olunar. Biz dünyaya özümüzü təmizləmək üçün gəlmişik. Həyatın keşməkeşlərindən, sınaqlarından, imtihanlarından üzü ağ çıxmaq üçün və nəticədə Allaha pak ruh təslim etmək üçün. Xoşbəxt o insanlardır ki, onlara verilən pak ruhu Allaha pak qaytarırlar, pak şəkildə Rəblərinə tərəf dönürlər. Ən uğurlu həyat modeli, ən uğurlu yaşam modeli ruhun təmiz saxlanılması, Allaha təmiz şəkildə təhvil verilməsidir. Həqiqətən də uğurlu insanlar bu insanlardır. Xüsusilə də günü-gündən çətinləşir məsələ. Peyğəmbərimiz buyurur ki, bir zaman gələr, qəlbdə iman saxlamaq, əldə köz parçası saxlamaqdan daha çətin olar. O zaman insanlar peyğəmbərləri və imamları görmədən onlara iman gətirər. Bu insanların dəyəri çoxdur. Mühit nə qədər çətindirsə, məsum olmayan bir dövrdə paklılığı qorumaq çətin olduğu qədər də şərəflidir. Hər birimizə bu şərəfli yolda uğurlar arzu edirəm. Allah bizə paklıqla yaşayıb, pak şəkildə dünyadan köçməyi nəsib edir.